Salam arkadaşlar, uşaqlar. Bugün mən sizlərə başqa bir sitə haqqında danışmaq istəyirəm. Bu sitənin adı bildiyimiz məşhur sitələrdən, yəni saytlardan biridir. Bu saytın adı Taminderdir. Biz brauzerə, Google-a, Opera-ya, Amigo-ya və s. kimi brauzerlərə daxil oluruq. Mən Amigo-ya daxil olacağam. Buradan belə ki, buradan yazacağıq tam indir .com. Başlayın. Burada gördüyünüz kimi mən artıq girmişəm www. Mən artıdan linkini sizə təqdim edəcəyim. Mən kopyalayım bu linki. Buradan tamindir.com daxil oluruq tamindir.com-a. Məşhur saytlardan biri də qeyd edim ki, bu saytdan artıq çox şəxslər istifadə edir. Xahiş edirəm, mənə abunə olun. Like atıb abunə olun. Videolarıma baxırsınız, nə like atırsınız, nə abunə olursunuz. Videolarıma baxırsınız, sizə like atıb abunə olmağı yaddan çıxartmayın. İndi keçək. Gördüyünüz kimi burada Smash Rings, Word Impress, bizə diqqət yana. Gördüyünüz kimi Metin 2 falan burada oyunlar var. Buna bir proqram adı yaza bilərsiniz, oyun adı yaza bilərsiniz. Məsəl üçün yaza bilərik ki, Grand Theft Auto. Bunu yazırsınız. Buradan axtarış sahəsinə vurursunuz. Axtarış gördüyünüz kimi. Tamindir Grand Theft Auto. Bilmirəm indi nə gələcəkdir. Grand Theft Auto 3 opsiyon oyunu. Buradan oyunu indir var. Buradan oyunu indirə vuracaqsınız. Baxın, indi vurduq. Misal üçün. Sonra mən rədd edərəm. Sizə göstərmək üçün. Buradan oyunu indirə vurursunuz. Burada üçün Grand Theft Auto 3 gəlir. Gördüyünüz kimi sistema giriş elədi. Yəni 3 sistema giriş elədi. Buradan aşağı enərək Steam oyunları özündən də indirə bilərsiniz, amma mən sizə özümü göstərəm. Onun üçün dala qaydacağam. Grand Theft Auto 4 var burada. Baxın, buna vura bilərəm. Buradan vuracağam. Bu artıq bilmirəmsə niyə pulsuz olubdur? Pulluydu buradan görəm. Onu indirə vuracaqsınız. Pulsuz olub indi. Buradan onu indir butonuna vuracaqsınız. Təqdim olunan onu indir. Tam səhifəli. Bu link, yəni bu tam indir səhifəsi 40 səhifə deyil. Yəni yaxşı səhifələrdən biridir. İndi bu yönləndirir harasa, amma yönləndirməyən proqramlar da var. Məsəl üçün yazaq bandicam və yaxud da hansısa bir proqramı gördüyünüz kimi buradan görürsünüz yuxarı. Əgər proqramdırsa adını burada yazırsınız. Proqramdırsa proqramı indir. Oyuncusu oyunu indir var. Buna basaraq oyununuz yeni burada açılacaq, gələcəkdir. Bugünlük bu qədər deyirəm. Abunə olmayı və like atmağı unutmayın. Əgər videolarıma baxırsınızsa, sizdən xahiş edirəm, like atın. Sağ olun, salamat qalın.